Müştəriləri maarifləndirmə ilə bazarı dəyişir. Bil, seç, inşa et rubrikasında bugün dekorda beton və qaya effektindən söhbət açacağıq və hər birimizə yəqin ki, maraqlıdır. Təbiətin enerjisini mənzilə daşımaq mümkündürmü? Bu və ya digər sualları bizim ənənəvi qonağımız olan dekoratorumuz Elgin bəy ünvanlayacaq. Elgin bəy, hər vaxtınız xeyirli olsun. Bugün yenidən gözəl bir mövzunu müzakirə edəcəyik sizinlə bərabər. Məsələ beton və qaya effekti. Ümumiyyətlə, beton və qaya effekti nədir? Beton, qaya effekti bunlar fərqlidir. Sadəcə olaraq, material olaraq eyni materialdan istifadə olunmaq ehtimalı çoxdur. Beton effekti belədir ki, beton effekti mənzillərdə redki halda istifadə olunur. Beton effekti. Çünki beton effekti yəni aslanlı ofislərdə və belə deyək, hətta brend tipli ofislərdə, brend tipli mağazalarda, yəni müəyyən bir şəbəkələrdə istifadə olunur. Bugünkü günü bilirik ki, mənzillərdə seçimin 80%-in, 90%-in qadınlar edir, xanımlar edir. Onun dekorasiya Onlar da beton qaya effektindən qaçırlar. Ay sağ ol. Konkret olaraq, yəni bu beton effekti nədir? Yəni bildiyimiz betondur. Yəni amma bundan ötürü küllü miqdarda pul tökənlər var. Beton effektini əldə etmək üçün, pas effektini əldə etmək üçün. Amma nəinki Azərbaycanda, ümumi dünyada qadınların 99,9%-i bu ilə razılaşmır. Bəylərdə bir qədər çobukluq, qabalıq olduğundan yəqin onların göz baxışlarında bu qaya effekti, daş effekti daha onlara uyarlıdır. Bəli, bəylər ümumiyyətlə həmişə yəni təbii olana üstünlük verirlər. Məsələn, beton effektindən danışanda. Qadınların ömür boyu bir dərdi var, toz yığılırmı, toz yığılacaqmı? Belə bir söhbətlər həmişə olur. Sinif təmizləmə çətin olur. Ay sağ ol, hə. Görünüş olaraq da yəni bu betondan seçilmədiyinə görə beton effekti. Artıq beton yəni konkret olaraq bildiyimiz betondur. Amma bu çox səviyyəli bir fakturadır. Sadəcə olaraq mənzillərdə dekor kimi istifadə edilə bilir hardasa. Amma aslanlı yəni mənzillərdə yox, obyektlərdə, ofislərdə istifadə olunur. Qaya effektinə gəlincə, qaya effekti çox gözəl bir görünüşə malikdir. Yəni bildiyimiz təbiətin yəni naturasıdır. Bir parçasıdır. Bəli, bəli. Qaya effekti mənzillərdə qrafat arxasında, yataq otağında, məsəl üçün yataq çarpayı arxasında istifadə olunur bir dekor kimi, süni orada mamırlardan, paslardan, duz effektindən yaradılır, ona effekt verilir ondan ötürü. Yəni çox mükəmməl bir görünüşü var. O universaldır ki, istər ofislərə, istər mənzillərə, obyektlərə fərqi yoxdur. Yəni bu gözəl görüntünü əldə etmək olur. Amma material olaraq 50-50-yə eyni materialdan istifadə oluna bilir. Elgin bəy, mən bu effekti öz mənzilimdə tətbiq etmək istəyirəm. Bunu özüm edə bilərəmmi? Bir çox onları düşünürlər ki, burada nə var ki, gedirsən, alırsan, nə bilim, bir daş görüntüsü, bir qaya təsviri yaratmaq o qədər də çətin məsələdir. Ancaq əslində bütün bunların özünün xırdalıqları, özünün tətbiqi var. Yəni burada bir böyük rəssamlıqdan da söhbət gedir. Nəinki rəssamlıq, burada heykəldaracılıqdan söhbət gedir. Qaya effekti barel əvəz edir. Yəni bunu yəni sıradan, yəni hər adam mümkün məsələdir ki, bunu əldə edir. Beton effekti baxanda gördüyü o sadəliyi vəbşə kateqoriki mümkün deyil. Sadə görünür, baxırsan ki, burada nə var. Amma onu əldə edəmirsən. Qaya effektində isə sən onu aldıra bilərsən hardasa. Amma rəng məsələsinə gələndə, təbiiliyi verəndə, bu çox müşkül bir məsələdir ki, orada sən o təbiiliyi verəsən. Yəni götürüb elə rəng elə götürdün, vurdun, onu aldırdın, o biabırçıq bir şey çıxır ortaya. Təbiətdə 1000 cür qaya rəng var. Belə. O 1000 cürün yəni 1/3-ni sən aldıra bilmirsən. Çox çətindir. Hər rəng var. Qırmızı var, bardovu var, qarası var, ağı var, müəyyən. Amma rəng olaraq sən onu əldə edə bilmirsən. Çox çətindir. Yəni bütün məsələn dekorativin o birisi növlərində, sədəfində, digərlərində, travertin effektlərində bunu eləmək olur. Problem deyil. Hansı rəngi vursan, onu bir zövq olaraq bəyəniləcək. Amma qayada elə deyil. Qayada sən rəng seçimini düzgün eləmədinsə, yəni mümkün deyil ki, orada hansısa, yəni 1% insan belə onu bəyənə bilməz. Çünki ortalığa heç nə çıxmır. Çünki biz adətən baxırıq ki, qaya kələ-kötür, sərt, hamar deyil, girintili, çıxıntılı var. Və təbii ki, müəyyən rəngləri ilk əvvəlcə kənarda bir düzən formasına gətirmək lazımdır və bir eskiz yaratmaq lazımdır ki, həqiqətən də mən kənardan baxanda bu təsvirdə qayanı canlandıra bilirəmmi gözümdə, yoxsa yox? Və ondan da əlavə, məsəl üçün bu qayada bizdə belə deyək də, tutaq ki, qara, boz bir rəngdir, düzdürmü? Amma təbiətin özündə belə biz gedib baxsaq, liboy bir dağda, daşda, çayda fərqi yoxdur. Bircə dənə daşın gün vuran tərəfi ilə gün dəyməyən tərəfi, kölgə tərəfi ömür boyu fərqli olur. Orada kiflənmə olur, mamırlanma olur, nəmlik olur, rəng dəyişikliyi olur. Elgin bəy, biz bilirik ki, Azərbaycanımızın bütün bölgələrində bu dekorativ işləri həyata keçirdən insanlar var və amma mənə çox maraqlıdır ki, ən çox hansı bölgəmizdə bu işlər belə deyim, mütəmadi olaraq keçirilir və sizə müraciətlər daha çox olunur? Maraqlı sualdır həqiqətən də. Ən çox ümumiyyətlə
istifadə olunur. Təbii ki, birinci yerdə yəni paytaxt olaraq Bakıdır. Amma sifarişlə bağlı birinci yerdə, yəni mən öz sifarişlərimdən götürürəm, birinci yerdə Mingəçevirdir. Mingəçevirdə çox üstünlük verilir bu dekorativə, həddindən çox. Gəncə zonasında İsmayıllı, Göyçay, Redke evlərdə istifadə olunur. Sifarişlər az olur. Ola bilər o insanlar təbiətin içində olduğuna görə onlar üçün maraqlı deyil. Amma şəhərdə bugünkü günü, yəni şəhər o təbiəti sevir, təbiət içindən çıxarda bilmir. O təbii, dekorativ bilirsiniz də, bu hamısı təbiidir, istəyir sədəfindən olsun hamısına. Yəni ona görə oralarda az istifadə olunur. Amma ən çox sifarişlərimiz gəlir, yəni Mingəçevirdə. Düzdür, Bakıdır, Gəncədir, Yevlaxdır. Yəni sifarişlər üçün Şəmkərin özü də çox sifarişlər götürürük, gedirik, işləyirik. Amma yəni Mingəçevir birinci növbədə. Ola bilər, bəlkə də mən Mingəçevirdə yaşayıram, ona görədir. Yoxsa yəni həqiqətən də Mingəçevir bu sahədə, yəni mən deyərdim ki, şəxsən nömrə 1-dir. Yəni üstünlük verilir, ona yəni maraq verilir. Yəni insanlar bilir ki, bu dekorativ nədir, nə formada istifadə olunsun. Mənzildə əvvəl gedirdin, soruşurlar, usta, hara nə məsləhət görürsən, amma bugünkü günü seçim özləri eləyir. Mingəçevirdə gəlsən ki, seçim olunub. Bura sədəf olunacaq, bura klassik olunacaq, bura qaya effekti olunacaq. Adama xoşdur, əlbəttə ki. İşin biraz azalır və anlayışı olan müştərilərlə işləmək çox rahatdır. Onda belə sözü artıq Mingəçevir dekorativ boya trendini paytaxtına çevirir. İnsanlar bu qədər müraciətlər eləyirlərsə və siz də bu işi peşəkarlıqla həyata keçirməmiz bu işin tam olaraq real, belə deyək, alıcı qüvvəsinin olması çoxluğu ilə nəticələnir. Mən belə başa düşürəm. Və bir məqama toxundunuz. Əslində bitirmək istədim, amma çox maraqlı bir mövzunun üzərindən keçdiniz, o mövzuya qayıtmaq istədim. Bu insanların təbiətə aşiqliyi, təbiətə vurğunluğu. Təbii ki, Mərkəzi Aran bölgəsi olaraq bizdə bir qədər Bozdağın əhatəsində olduğumuzdan təbiətlə təmaslı olmağımız keçim arxa plana. Ancaq təbii ki, dağlıq və dağlıq ərazilərdə yaşayan insanlar ilə qapıları, pəncərələrini açanda bütövlükdə təbiəti gördüklərində bəlkə artıq göz yorulduğundan onları öz mənzillərində tətbiq etmək istəmirlər. Bugünkü günü gedək İsmayıllıda, İsmayıllı rayonunda bir dənə mənzilə qaya effekti işləyək. Onu da heç kəs qəbul eləməyəcək. Sənin sözün olmasın. Çünki orada şöyle hər baxırıq qayadır, dağdır da biz bunu görmüşük, yorulmuşuq. Amma şəhər yerlərində üstünlük verilir konkret vəhşi təbiətə. Və Elgün bəy, inşallah yəqin ki, bu bir qədər də geniş yayılsa, insanlar bu barədə maarifli olsalar, istəkləri ön plana keçsə, bütün bu effektlərə müraciətlər daha çox olacaq. Və gələcəkdə necə düşünürsünüz? Daha maraqlı nələrsə haqqında bir düşüncələriniz, özünüzə bir improvizə, bir yazmalar, cızma qərarlar edirsinizmi? Belə deyim, bugünkü günü müştərilər oturub hesab aparsalar, görərlər ki, bu dekorativin müəyyən bir belə deyək, rəqəmə allanmasınlar ki, orada 5 manat, 10 manat artıq gedir. Yəni bunun müddətini nəzərə alsalar ki, bu sən onu söküb tökməyənə qədər o yerində qalası bir şeydir. Qopur, tökülmür. Və dekorasiya ümumiyyətlə günü-gündən inkişaf edir. Fərqli fakturalar çıxır ortaya, fərqli formalar çıxır, fərqli materiallar gəlir şirkətlər tərəfindən, istehsalçılar tərəfindən. Ona görə də gələcək üçün konkret olaraq belə baxırıq ki, ancaq bu dekorativ məhsullardan istifadə olunur. Təbiidir də bu təbii. Bugünkü günü məsəl üçün bir ev deyilmirsən, bir evə 50 min, 100 min qoyan oğlan gəlib o 3 min, 4 mini fikirləşməyəcək. O gözəlliyi əldə eləmək istəyəcək, o uzun müddətli əldə eləmək istəyəcək. Ay bu boydu, məsəl üçün qopdu və yaxud da oradan nə bilim aralandı və yaxud da uşaq yazdı, cızdı. O aradan qaldırmaq olmur o problemləri bilirsiniz. Aboidlarla da istifadə olunur, söhbəti yox. Müəyyən arxa plan deyək də, yataq otaqlarında görünməyən bir yerlərdə. Amma hər bir müştəri dərindən düşünsə, dekorativdən kənara çıxmayacaq. Təşəkkürümüzü edirik Elgün bəyə. Bu günlər Bil Seç, İnşa Et rubrikasında biz beton və qaya effektindən danışdıq. Təbiəti birbaşa olaraq mənzilimizə gətirdik. Siz də əgər belə qeyri-adi işlərlə yaxından tanış olmaq istəyirsinizsə, mənzilinizə bunu tətbiq etmək istəyirsinizsə və təbii ki, doğru material, düzgün məsləhət də mütləq ənənəyə çevrilməlidir və bu ənənəni qoruyan isə hər zaman regionumuzda bir olan MRT İnşaatdır ki, gəlirsiniz burada düzgün, doğru seçim etməklə siz də öz mənzilinizi gözəlləşdirirsiniz. Əziz dostlar, artıq bildiniz də beton qaya effekti nədir? Biz təbiəti birbaşa olaraq sizin mənzilinizə köçürdürük. Siz də evlərinizdə, ofislərinizdə, bax belə tərtibatda işlər həyata keçirmək istəyirsinizsə, mütləq şəkildə MRT İnşaata müraciət edirsiniz. Burada doğru material, düzgün seçim və sonda əla nəticə. Necə deyərlər? MRT İnşaat birlikdə tikək.